İslam tarixində bəzi suallar var ki, cavabı bütöv bir ümmətin taleyini dəyişdirir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu dünyadan köçdükdən sonra onun elmi, mənəvi və dini mirasını kim daşıyacaqdı? Kimlər zindanlara atılsa belə susmayacaq, kimlər Kərbala çöllərində susuz qalsa belə haqdan əyilməyəcəkdi? Elm məclislərindən saraylara, məhbəslərdən şəhadət meydanlarına qədər uzanan bu nur silsiləsi əslində kimlərdən ibarət idi? Gəlin, Peyğəmbər ocağının nurunu əsrlər boyu daşıyan, zülmə qarşı duran və insanlığa ədalət dərsi verən 12 imamın hekayəsini anlayaq. İslamın erkən dövrünə nəzər salsaq, Allah Rəsulunun müxtəlif zamanlarda özündən sonra ümmətin rəhbərliyi ilə bağlı mühüm mesajlar verdiyini görürük. İstər sünni, istərsə də şiə mənbələrində yer alan məşhur bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm belə buyurmuşdur. Məndən sonra ümmətimin içində 12 xəlifə, rəhbər olacaq və onların hamısı Qureyşdəndir. Şiə Cəfəri inancına görə bu rəhbərliyin ən mühüm dönüm nöqtəsi vəda həccindən qayıdarkən baş verən Qədirxum hadisəsidir. Burada Peyğəmbərimiz Həzrəti Əlinin əlini qaldıraraq, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır buyurmuşdur. İmamət, Peyğəmbərdən sonra ümmətə dini və mənəvi rəhbərlik etmək vəzifəsidir. Bu silsilə Həzrəti Əli əleyhissalam ilə başlayır və 12-ci imam Həzrəti Mehdi ilə davam edir. Bu imamlar həm elm, həm ədalət, həm də təqva baxımından ən yüksək səviyyədə olan şəxsiyyətlərdir. İndi isə bu 12 imam və həyatlarındakı ən önəmli məqamlarla birlikdə qısaca tanış olaq. 1-ci imam, Həzrəti Əli əleyhissalam. Həzrəti Əli bin Əbi Talib əleyhissalam, Peyğəmbərimiz Həzrəti Muhammedin əmisi oğlu və kürəkənidir. Kəbədə doğulmuşdur. Peyğəmbərimizin evində böyümüş və 10 yaşında ilk iman gətirən şəxs olmuşdur. 4-cü xəlifə kimi tanınır. Cəsarəti, elmi və ədaləti ilə məşhurdur. Küfədə şəhid edilmiş və Nəcəfdə dəfn edilmişdir. Həzrəti Əli əleyhissalam haqqında daha ətraflı məlumat üçün kanalımızda hazırladığımız Həzrəti Əlinin həyatı videosuna baxa bilərsiniz. 2-ci imam, Həzrəti Həsən əleyhissalam. Həzrəti Həsən bin Əli əleyhissalam Peyğəmbərimizin birinci nəvəsi və Həzrəti Əlinin böyük oğludur. Seyyid və Sülhün Sultanı ləqəbləri ilə tanınır. Atasının şəhadətindən sonra qısa müddət xilafətdə olmuşdur. Ümmət arasında böyük bir fitnənin qarşısını almaq üçün Muaviyyə ilə sülh müqaviləsi bağlamışdır. Mədinədə vəfat etmiş və Bəqi qəbirstanlığında dəfn edilmişdir. Həzrəti Həsən əleyhissalam haqqında daha geniş məlumat üçün kanalımızda olan ayrı videomuza baxa bilərsiniz. 3-cü imam, Həzrəti Hüseyn əleyhissalam. Həzrəti Hüseyn bin Əli əleyhissalam Peyğəmbərimizin ikinci nəvəsi və Həzrəti Əlinin ikinci oğludur. Seyyid-ü Şühəda, şəhidlərin rəisi ləqəbi ilə məşhurdur. Yezid ibn Muaviyyəyə beyyət etmədiyi üçün Kərbala çölünə getmiş və ailəsi ilə birlikdə 10 Mühərrəm 61-ci hicri ilində şəhid edilmişdir. Şəhadəti İslam tarixində haqq və ədalət mübarizəsinin ən böyük simvollarından biri hesab olunur. Həzrəti Hüseyn əleyhissalam haqqında daha ətraflı məlumat üçün kanalımızda hazırladığımız ayrı videonu izləyə bilərsiniz. 4-cü imam, Əli Zeynalabidin əleyhissalam. 4-cü imam Əli Zeynalabidin əleyhissalam Həzrəti Hüseynin oğludur. Zeynalabidin, ibadət edənlərin bəzəyi və Səccad, çox səcdə edən ləqəbləri ilə tanınır. Miladi 659-cu ildə Mədinədə doğulmuş, Kərbəla hadisəsində xəstə olduğu üçün döyüşə bilməmiş və beləcə Kərbala qətliamından sonra sağ qalan yeganə oğul olaraq Əhl-i Beytin rəhbəri və imamı olmuşdur. Çox ibadətkarlığı ilə məşhur idi. Gündə 1000 rəkat namaz qıldığı rəvayət olunur. Elm və təqva baxımından dövrünün ən öndə gələn şəxsiyyəti idi. Ömrü boyu Əməvi dövrünün ağır siyasi təzyiqlərinə məruz qalmışdır. Ondan çoxlu dualar və zəngin elm mirası qalıb. Xüsusilə onun Səhifə-i Səccadiyyə adlı bənzərsiz əsəri ağır təzyiqlər dövründə İslamın mənəvi və siyasi təlimlərini dindarlara dualar vasitəsilə çatdıran mühüm bir rəhbərdir. Miladi təqvimlə 713-cü ildə Mədinədə vəfat etmiş və Bəqi qəbirstanlığında dəfn edilmişdir. 5-ci imam, Məhəmməd Əl-Baqir əleyhissalam.
5-ci imam Məhəmməd Əl-Baqir əleyhissalam, 4-cü imam Əli Zeynəl-Abidin əleyhissalamın oğludur. Baqir ləqəbi elm dağarcığını yaran, elmə dərinlik verən mənasını daşıyır. Miladi 676 ilində Mədinədə doğulmuşdur. Elm və tədqiqat sahəsində çox böyük xidmətlər göstərmişdir. Onun dövründə Mədinədə böyük bir elm məktəbi yaranmışdır. Fiqh, təfsir, hədis və əxlaq elmlərində yüzlərlə şagird yetişdirmişdir. Əhl-i Beyt elminin sistemləşməsində çox mühüm rol oynamışdır. 57 yaşında 733 ilində Mədinədə vəfat edilmiş və Bəqi qəbristanlığında dəfn olunmuşdur. 6-cı imam Cəfər Əs-Sadiq əleyhissalam 5-ci imam Məhəmməd Əl-Baqirin oğludur. Sadiq ləqəbi ən doğru, ən sadiq mənasını verir. Miladi 702 ilində Mədinədə doğulmuşdur. İslam tarixinin ən böyük elm alimlərindən biri kimi tanınır. Onun dövründə Mədinədə elm məclisləri zirvəyə çatmışdır. Minlərlə şagird yetişdirmiş. Fiqh, kəlam, hədis və tibb elmlərində böyük töhfələr vermişdir. Cafərilik məzhəbinin əsasını qoyan imam kimi də məşhurdur. Maraqlıdır ki, təkcə din alimləri deyil, kimya elminin atası sayılan Cabir İbn Həyyan kimi dahi alimlər də onun məktəbinin yetirməsidir. Sünni məzhəblərinin imamları olan İmam Əbu Hənifə və İmam Malik də onun elmindən bəhrələnmişlər. 65 yaşında 765 ilində Abbasilər tərəfindən zəhərlənərək şəhid edilmiş və Mədinədə Bəqi qəbristanlığında dəfn olunmuşdur. 7-ci imam Musa Əl-Kazim əleyhissalam 7-ci imam Musa Əl-Kazim əleyhissalam 6-cı imam Cəfər Əs-Sadiqin oğludur. Kazim ləqəbi qəzəbini udan, səbirli mənasını daşıyır. Miladi 745 ilində Əbva məntəqəsində Məkkə ilə Mədinə arasında doğulmuşdur. Abbasilər, xüsusən də xəlifə Harun Ər-Rəşid tərəfindən çox ağır təzyiqlərə məruz qalmış, ömrünün uzun illərini zindanlarda keçirmişdir. Səbir, təvəkkül və ibadətkarlığı ilə məşhurdur. Həbsxanada belə elm öyrənməyə və ibadət etməyə davam etmişdir. 54-55 yaşlarında 799 ilində Bağdad həbsxanasında zəhərlənərək şəhid edilmiş və Kazimiyyədə, Bağdadda dəfn olunmuşdur. 8-ci imam Əli Ər-Riza əleyhissalam 8-ci imam Əli Ər-Riza əleyhissalam 7-ci imam Musa Əl-Kazimin oğludur. Rıza ləqəbi Allahın qəza və qədərindən razı olan, razılıq verən mənasını verir. Miladi 765 ilində Mədinədə doğulmuşdur. Dövrünün ən böyük alimlərindən biri idi. Abbasi xəlifəsi Məmun onu məcburi şəkildə Xurasana gətirdərək özünə vəli-əhd, taxt varisi təyin etmişdi. Lakin bu, şiələrin rəğbətini qazanmaq üçün qurulmuş siyasi bir oyun idi. Müxtəlif din və məzhəb rəhbərləri ilə keçirilən böyük elmi mübahisələrdə, yəni münazirələrdə, rəqiblərini elmi ilə susturması ilə məşhurdur. Hicri təqvimi ilə 55, miladi təqvimi ilə 53 yaşında Tuz şəhərində, indiki Məşhəddə xəlifə Məmun tərəfindən zəhərlənərək şəhid edilmiş və orada dəfn olunmuşdur. O, 12 imam arasında məzarı Ərəbistan və İraq arasında olan yeganə imamdır. 9-cu imam Məhəmməd Ət-Təqi əleyhissalam 9-cu imam Məhəmməd Ət-Təqi əleyhissalam 8-ci imam Əli Ər-Rizanın oğludur. Cəvad, səxavətli və Təqi, təqvalı, pak ləqəbləri ilə tanınır. Miladi 1111-ci ildə Mədinədə doğulmuşdur. Atasının şəhadətindən sonra imamət məqamına cəmi 8 yaşında gəlmişdir. Kiçik yaşına baxmayaraq, Bağdadda Abbasi sarayında təşkil olunan böyük elmi mübahisələrdə dövrünün ən qocaman alimlərini heyran qoymuş və susturmuşdur. Abbasilərin tərəfindən çox ciddi nəzarət altında saxlanılmışdır və xəlifə Məhmun öz qızını məcburi şəkildə onunla evləndirmişdir.
Elm, təqva və səxavəti ilə məşhur olan imam, miladi 1835-ci ildə cəmi 24-25 yaşlarında Bağdadda xəlifə Möhtəsimin təhriki ilə zəhərlənərək şəhid edilmişdir və Kazimiyyədə, Bağdadda babası İmam Musa Əl-Kazımın əleyhissalamın yanında dəfn olunmuşdur. O, 12 imam arasında ən gənc yaşda şəhid olan imamdır. 10-cu imam Əli Əl-Hadi əleyhissalam. 10-cu imam Əli Əl-Hadi əleyhissalam 9-cu imam Məhəmməd Ət-Təqiyin oğludur. Hadi, doğru yola yönəldən və Nəqi, pak, təmiz ləqəbləri ilə tanınır. Miladi 1829-cu ildə Mədinədə doğulmuşdur. Abbasilərin güclü hərbi və siyasi təzyiqləri altında yaşamış, xəlifə mütəvəkkil tərəfindən məcburi şəkildə gətirildiyi Samirra şəhərində uzun illər ev dustaqlığında və ciddi nəzarət altında saxlanılmışdır. Bu ağır şərtlərə baxmayaraq elm öyrətməyə və gizli nümayəndəlik şəbəkəsi vasitəsilə məktublarla şiələrə rəhbərlik etməyə davam etmişdir. Hicri təqvimlə 42, miladi təqvimlə 39 yaşında 868-ci ildə Samirrada zəhərlənərək şəhid edilmişdir və elə oradaca hərbi bölgə sayılan Əskər məntəqəsindəki öz evində dəfn olunmuşdur. Məşhur Camiətül Kəbirə ziyarətnaməsi onun imamət məqamını ən dərindən izah edən miraslarından biridir. 11-ci imam Həsən Əl-Əskəri əleyhissalam. 11-ci imam Həsən Əl-Əskəri əleyhissalam 10-cu imam Əli Əl-Hadinin oğludur. Əskəri ləqəbi Samirradakı hərbi düşkərdə Əskər məntəqəsində məcburi şəkildə yaşamağa məhkum edildiyi üçün verilmişdir. Miladi 1846-cı ildə Mədinədə doğulmuşdur. Atasının vəfatından sonra imamətə gəlmişdir. Abbasilərin çox ağır nəzarət, təcrid və həbs şəraitində saxlanılmışdır. Çox ibadətkar, xalq arasında böyük nüfuza malik və elmli bir şəxsiyyət idi. Gələcəkdə zühur edəcək oğlu Həzrəti Mehdi ilə bağlı xəbərləri və onun qeybə çəkilməsinə hazırlıq təlimatlarını şiələrə öncədən vermişdir. Cəmi 28 yaşında, miladi 889-cu ildə Samirrada Abbasi xəlifəsi Möhtəsimin təhriki ilə zəhərlənərək şəhid edilmişdir və oradaca atasının yanında dəfn olunmuşdur. 12-ci və sonuncu imam Məhəmməd Əl-Mehdi. 12-ci və sonuncu imam Məhəmməd Əl-Mehdi 11-ci imam Həsən Əl-Əskərinin oğludur. Mehdi hidayət olunmuş, sahibəz-zaman, zamanın sahibi, Hüccətullah, Allahın hüccəti və Baqiyyətullah, Allahın nişanəsi ləqəbləri ilə tanınır. Miladi 1869-cu ildə Samirrada doğulmuşdur. Atasının şəhadətindən sonra çox kiçik yaşda imamət məqamına gəlmişdir. Şiə inancına görə o miladi 1884-cü ildən etibarən ardıcıl olaraq kiçik və böyük qeybət dövrünə, gizlilik dövrünə başlamışdır və hal-hazırda da diridir. Ümum İslam inancına görə İmam Mehdi yeryüzü zülmlə dolduğu bir vaxtda Allahın izni ilə zühur edəcək, dünyada ədaləti bərqərar edəcək və babası Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dinini tam şəkildə bütün dünyaya yayacaqdır. 12 imamın həyatı bizə sübut edir ki, zülm nə qədər qaranlıq olsa da, haqqın nuru heç vaxt sönmür. Onlar sadəcə keçmişin rəhbərləri deyil, ədalət axtaran hər kəs üçün əbədi bir yol xəritəsidir. Əgər bu nurun tarixdəki izləri sizin üçün də maraqlı oldusa, kanalımıza abunə olaraq bizə qoşulmağı və fikirlərinizi rəylərdə bölüşməyi unutmayın.